Salam, dərsimiz olacaqdır 8-ci sinif 1-ci hissədən 4.2 insanda tənəffüs sistemi. Bildiyiniz kimi canlılarda qan, toxuma və hüceyrələrə qidalı maddələrlə yanaşı, həm də oksigen daşıyır. Ona görə də qan bilavasitə tənəffüs orqanlarında oksigenlə zənginləşir. İndi bizdən burada soruşulur. Canlılarda tənəffüs aparatının fərqli olmasının onlar üçün nə əhəmiyyəti var? Bildiyiniz kimi, müxtəlif tipdə və yaxud müxtəlif cür tənəffüs aparatının olması canlı orqanizmləri müxtəlif mühitlərdə yaşaması üçün şərait yaradır ki, bunun da sayəsində canlılar müxtəlif həyat şəraitində yaşaya bilirlər. Ya su mühitində, ya torpaqda, ya quruda və s. Bütün çox hüceyrəli orqanizmlərdə maddələr mübadiləsi üçün lazım olan oksigen qan vasitəsilə daşınır. Deməli, bütün çox hüceyrəli orqanizmlərdə maddələr mübadiləsi üçün lazım olan oksigen yalnız qan vasitəsilə daşınmır. Bildiyiniz kimi, cüclərdə traxeyalar mövcuddur ki, qazlar mübadiləsi traxeyalar vasitəsilə həyata keçirilir. İnsanın tənəffüs orqanına gəlincə hava aparıcı yollardan və ağciyərlərdən təşkil olunub. Hava aparıcı yollara isə bu şəkildə də təsvir olunubdur. Burun boşluğu, burun udlaq, qırtlaq, traxeya və bronxlar aiddir. Fəaliyyətdə soruşulur, verilmiş şəkli diqqətlə nəzərdə keçirin. Sağ və sol ağciyərləri müqayisə edin. Sağ və sol bronxları müqayisə edin. Soruşulur, sağ və sol hissələrin bir-birindən fərqli olmasının səbəbini necə izah edərdiniz? Sizcə sağ və sol ağciyərlər bir-birindən fərqlənməsəydi, nə baş verərdi? Əgər diqqətlə baxsaq, bronxlar sağ və sol bronxlara ayrılır. Bronxlar ağciyərlərə daxil olur. Ağciyərlər sağ ağciyər 3 paydan, sol ağciyər isə 2 paydan ibarətdir. Əgər diqqətlə baxsaq, deməli sol ağciyərlərə daxil olan bronxlar sağa nisbətən bir qədər uzundur. Ona görə də həm də sağ ağciyərlə sol ağciyərin arasında bu bir müəyyən qədər genişlənmiş hissə var ki, burada da bildiyiniz kimi qan damar sisteminin mərkəzi olan ürək yerləşir. Həmçinin döş qəfəsində ürəyə qan gətirən iri vena damarları və ürəkdən qan aparan iri arteriya damarları mövcuddur ki, onlar da yerləşmiş olur döş qəfəsində. Sağ və sol hissələri bir-birindən fərqli olması dedik ki, burada qan damar sisteminin mərkəzi olan ürəyin yerləşməsi və iri damarların yerləşməsi, həmçinin də burada bildiyiniz kimi çəngələ bənzər vəzi də mövcuddur, o da yerləşmiş olur ki, onlar üçün də müəyyən qədər yer, məsafə qalmış olsun. Sizcə sağ və sol ağciyərlər bir-birindən fərqlənməsəydi nə baş verərdi? Bildiyiniz kimi, onda ağciyərlər bütövlükdə döş qəfəsini tutardı. Qeyd elədiyim kimi, ürək və digər iri damarlara yer qalmazdı. Bu da çətinlik törədərdi. Hava aparıcı yolları dedim nədən ibarətdir? Bildiyiniz kimi, hava aparıcı yollar burun boşluğu ilə başlayır. Divarı selik ifraz edən vəzlərlə, kipriklərlə, qan damarları ilə zəngin qıvrılmış formalı yollardan ibarətdir. Onun səthinin sahəsinin artmasına qıvrım yollar köməklik eləyir. Burada hava mikroblardan təmizlənir, seliyə yapışaraq vaxtaşırı burun boşluğundan həm də toz hissəcikləri seliyə yapışaraq xaric olunur və təmizlənir. Həmçinin də burada burun boşluğuna daxil olan hava isinir, nəmlənir. Bu da tənəffüs prosesini asanlaşdırmış, yəni nəfəs alma və nəfəs verməni asanlaşdırmış olur. Sonra isə burun udlağa, oradan isə udlağa keçir, sonra isə qırtlağa keçir. Bildiyiniz kimi, qırtlaq bir neçə qığırdaq halqalardan təşkil olunmuşdur. Onun qırtlaq qapağı mövcuddur. Qırtlaq qapağı
qida qəbul edən zamanı qırtlağın girəcəyin qapıyır, yemək qida borusuna deməli keçmiş olur və yaxud da ki, burada bildiyiniz kimi qırdaqlarının arasında səs telləri var ki, bu da səs titrəməsinin nəticəsində səsin yaranmasına səbəb olur. Sonra isə traxeya gəlir. Traxeya həm də nəfəs borusu adlanır. Traxeya deməli yarımdairəvi qığırdaq halqalardan təşkil olunubdur. Bax, bu təsvirdə verilibdir. Qığırdaq yarımdairəvi kanalların yarımdairəvi qığırdaq deməli halqalar arxa tərəfdən elastiki hissə ilə deməli birləşir. Xarici hissədən birləşdirici toxuma ilə örtülüdür. Yarımdairəvi qığırdaq halqaların daxili hissəsi ümumilikdə epiteli qatı ilə əhatə olunubdur. Buna kiprikli epiteli də deyirlər. Arxa tərəfdə elastiki hissənin olması isə bildiyimiz kimi nəfəs borusu və ya traxeyanın arxasında yemək yaxud qida borusu yerləşir ki, burada düz istiqamətdə elastiki olduğuna görə qidanın udulmasına heç bir maneçilik törətmir. Qığırdaq yarım halqaların daxili səthində dedik ki, epiteli qatı yerləşir. Epiteli qatında yerləşən deməli qığırdaq yarım halqaların hüceyrələrində həm seli ifraz edən vəzli hüceyrələr mövcuddur. Bax, bu gördüyünüz vəzli hüceyrədir. Bu isə kiprikli epiteli hüceyrələridir ki, üzəri də kipriklərlə örtülüdür. Bunun da sayəsində kipriklər mikroorqanizmləri, həm də seli mikroorqanizmləri tutur və kipriklərin hərəkəti sayəsində nəfəs vermə vəziyyətində ağziyərlərdən gələn və yaxud da ki, bronxlarda olan mikroorqanizmlər xaric olunur ki, bu da orqanizmi qorumağa xidmət edir. Ağziyərlərə gəlincə, ağziyərlər bildiyiniz kimi bronxlar da hava aparıcı yollara daxildir. Sonra isə döş qəfəsində sağ və sol ağziyərlər yerləşir. Sağ və sol ağziyərlər daxilində bronxlar bronxiyollara ayrılır. Bronxiyollar isə öz növbəsində ucları genişlənmiş hissə olan bax belə alveollarla nəhayətlənmiş olur. Bildiyiniz kimi ağciyərin üzərini plevra adlanan pərdə örtür. Həmçinin plevra adlanan pərdə biri isə döş qəfəsini daxildən örtür. Ona görə də burada iki qat plevra olmuş olur. Onun daxili hissəsində isə hava olmur. Bir qədər maye olur ki, bu da nəfəs alma və nəfəs vermə vasitəsində nəfəs vermə zamanı sürtünməni aradan qaldırmış olur. Həmçinin də ağciyərin elastikliyini daha yaxşı təmin etmiş olur. Onlar həm genişlənib, həcmləri arta bilir və yaxud da ki, azala bilir. Bu da tənəffüs hərəkətlərini həyata keçirməyə köməkliyi göstərmiş olur. Əgər fikir vermiş olsaq, alveolların udulan nəfəs alma zamanı udulan hava ağciyərlərə daxil olaraq bronxiyollara, bronxiyollardan isə alveollara keçir. Alveollar gördüyünüz kimi genişlənmiş hissədir. Burada alveollarda divarı bir qat epitelidən ibarətdir. Bir qat epitelin üzərində isə çoxlu miqdarda gördüyünüz kimi qan kapillyarları mövcuddur. Məhz qazlar mübadiləsi insan orqanizmində alveollarda həyata keçirilmiş olur. Məməlilərdə də alveollarda həyata keçir. Keçən dəfə dediyimiz kimi. Burada soruşulur, düşün, müzakirə et, paylaş. Sizcə traxeyanın daxili divarının seli ifraz edən vəzli hüceyrələrdən ibarət olmasının əhəmiyyəti nədir? Fikrinizi əsaslandırın. Qeyd edək ki, traxeyanın daxili qatı, epiteli qatında həm seli ifraz edən vəzlər var, həm də kipriklər var. Bildiyiniz kimi seli mikroorqanizmləri, toz hissəciklərini tutub saxlamaq qabiliyyətinə malikdir və eyni ilə də kipriklərin köməyi ilə deməli, nəfəs vermə vəziyyətində öz sürək yaradaraq deməli, traxeyalardan həmin mikroorqanizmlərin və seliyin xaric olması üçün şərait yaradılmış olur. Baxırıq, öyrəndiklərinizi tətbiq edin, ağız vasitəsilə tənəffüs etmək mümkündür. Lakin ağız ilə tənəffüs etmək məqsədə uyğun hesab olunmur. Müzakirə edin, sizcə bu fikir nə qədər düzgündür? Bildiyiniz kimi, ağız vasitəsi ilə tənəffüs edən zamanı orada seli və yaxud da ki,
kirpi yoxdur və yaxud genişlənmiş qıvrım hissəciklər yoxdur. Bu bilavasitə həm soyuq hava kütləsindən, həm də mikroorqanizmlərin sonrakı tənəffüs yollarına düşərək, həmçinin ağciyərlərə düşərək orada müxtəlif xəstəliklərin əmələ gəlməsinə səbəb ola bilər. Burada bəzən avtomobil qəzası kimi hadisələrdə yaralanan insanlar pnevmotoraksdan əziyyət çəkirlər. Pnevmotoraks ağciyərlərdən havanın plevra boşluğuna keçməsi nəticəsində ağciyərlərin bir hissəsinin və ya tamamilə öz funksiyasını icra edə bilməməsidir. Döş qəfəsinin sol nahiyəsinin pnevmotoraksdan əziyyət çəkən xəstə xəstəxanaya yerləşdirilib, onun sol ağciyəri büzüşmüş, lakin sağ ağciyər isə normal nəfəs ala bilir. Bax, burada şəkildə, təsvirdə görürsünüz ki, sağ ağciyər normal vəziyyətdir, onun üzəri örtən plevra təbəqəsi və yaxud plevra pərdəsi sağlamdır, heç bir mənfi qüsur orada yoxdur. Odur ki, sağ ağciyər öz tənəffüs prosesini normal vəziyyətdə həyata keçirmiş olur. Amma sol ağciyərdə plevra təbəqəsində zədələnmə nəticəsində deməli dəlik yaranıbdır ki, bunun da sayəsində bildiyimiz kimi ağciyər plevralarının arasında vakuum olur, yəni hava olmur. Müəyyən qədər də maye olur ki, bu da ağciyərin genişlənib yığılmasında sürtünməni aradan qaldırmış olur və deşilmiş plevra təbəqəsinə çoxlu miqdarda hava daxil olduğuna görə və orada nəfəs alma çətinliyi yaranır. Ağciyərlərə deməli plevra pərdələri arasına daxil olmuş hava təzyiq göstərərək ağciyərlərin genişlənməsinin qarşısını alır. Nəticədə bax gördüyünüz kimi ağciyər tənəffüsdən məhrum olur və büzüşür. Pnevmotoraksın niyə sol ağciyərin büzüşməsinə səbəb olduğunu izah edin. Dedim ki, ora çoxlu miqdarda hava daxil olur. Plevra boşluğu adətən vakuum olur, orada hava olmur normal vəziyyətdə. Burada isə hava daxil olduğuna görə ağciyərlərin genişlənməsinin qarşısı alınır və ağciyər büzüşmüş olur. Sizcə nə üçün ağciyərin normal fəaliyyəti pozulmayıb? Sağ ağciyər dediyi normal vəziyyətdədir. Heç bir orada dəyişiklik yoxdur. Ona görə öyrəndiklərinizi yoxlayın. Havaparıcı yollar hansı orqanlardan təşkil olunub? Qeyd elədi ki, burun boşluğu, burun udlaq, qırtlaq, nəfəs borusu və bronxlardan təşkil olunubdur. Traxeya, yəni yarımdairəvi qığırdaq halqalardan ibarət olmasının əhəmiyyəti nədir? Dedi ki, onun arxasında qida borusu yerləşir ki, qidanın rahatcana mədəyə ötürülməsini təmin etməkdən ötürü. Üçüncü, qırtlaq qapağı hansı funksiyanı yerinə yetirir? Qırtlaq qapağı qeyd elədi ki, qırtlağın ağzını qapıyır və beləliklə nəfəs alma vəziyyətində qida maddələrinin və yad cisimlərin ora düşməsinin qarşısını alır. Dördüncü deyir, plevra boşluğu hansı strukturlardan təşkil olunubdur? Dedi ki, plevra təbəqəsi 2 qatlı plevra pərdəsidir. Həm döş boşluğunu daxildən örtür, həm ağciyərlərin üzərini örtür. Onların arasında hava olmur, vakuum olur, müəyyən qədər maye olur ki, bu da nəfəs alma və nəfəs vermə vəziyyətində ağciyərlərin elastikliyini, genişlənməsini və yığılmasını və beləliklə nəfəs alma və nəfəs vermə aktının həyata keçirilməsini təmin etmiş olur. Bu qədər, sağ olun.